Dostlar salam, hər vaxtınız xeyir. Başlıqdan da gördüyünüz kimi bir aldadıcı bir başlıq deyil təbii ki bu. Təqribən 4 il 5 il əvvəl mənə kimsə desəydi ki, sən 100 manatı bir günə şey eləyəsən, 1450 manat eləyəsən, təbii ki mənə imkansız görsənərdi və inanmazdım, deyərdim ki, fırıldaqçısan falan filan. Heç baş qoşmazdım həmin işə. Amma indi düşünəndə bu gün oturub düşünürdüm, dedim ki, niyə belə bir video çəkməyim? Məsələn, bir fon açılıb, məsələn, The Fivers fon firması var, Forex firması idi da. İndi onlar futures fonu açıblar. Mən də maraqlı bir qaydaları var idi deyə ondan götürdüm. 25K-lıq bir fon aldım. 25K-lıq fonu 25K olarak kalmır bu arada. Onlar scaling planı var. Yəni siz profit əldə etməyə başladıqca, davam etdikcə sizin balansınızı 25K-dan növbə ilə 27, 30, 40, 500 minə qədər ölçəliyirlər. Yəni böyüdürlər sizin balansı. Bu da maraqlı gəldi. Deyim özümə bir challenge eləyim, həm də həmin firmanı yoxlayım görüm necədir şərtləri, qaydaları və payout vermə müddəti və kriptonun payout vermə seçimi də mənim daha çox xoşuma gəlir. Ona görə oradan bir fon aldım və 100 manata aldım. Həmin fonu 59 dollar idi. 100 manat aldım, fonu alan günü zaten kestim fonu, funded elədim. Buradan da görebilirsiniz. Burada funded eləmişəm və bu gün də həmin fonda ilk funded hesabım gəldi. Funded hesabdan mən 1105 dollar profit eləmişəm. Bu gün fon hesabı gəldi və həmin gündə 1105 dollar profit elədim. Bütün əməliyyatlarım hamısı TP oldu, uğurlu. 4 əməliyyat açdım, 4'ü də 100% rate ilə uğurlu oldu. Və burada withdraw bölməsi var. 14 gün açılır. Sizə hazır ilə video çəkmişəm. Bunun haqqında da danışım ki, diqqətli olmalı olduğunuz qaydalar var. Bu fonda inactivity qaydası var. Yəni bir çox fonda var. Burada hamısında məsələn əvvəlki fonlarda 30 gündür, amma burada 14 gündür. Yəni bir tələfason bir şeydir. Ona görə əgər siz buradan fon alsanız, deyək ki, ilk gün profit elədiniz. Sonra 14 gün gözləyirsiniz ki, bu fon düymə açılsın ki, siz buradan payout çəkəsiniz, amma bu 14 gün müddət ərzində mütləq şəkildə işlem açıb bağlamalısınız ki, sizin bu necə deyim, fon hesabınız partlamasın. Çünki 14 gün ərzində işlem açılmasa fon hesabı partlayır, live hesabınız. Ona görə məsələn, indi mən bu fonun payout verib vermədiyini təsdiqləmək üçün bunu çəkəndə bir dənə də 14 gündən sonra bir dənə təsdiq videosu atacağım ki, həqiqətən də bu fon firması bizə payout verir, həqiqətən göndərir hesabımıza. Yoxsa scamdirmi? Bu haqda bir incəleme videosunun tamamında davamı gələcək daha doğrusu. Belə, yəni bu fona 100 manat pul vermişəm və artıq 1105 dollar profitdəyəm live hesabda və bunun 80%-ni mənimlə paylaşdılar. 80'ni 20'ye işləyirlər bu firma. 80%-in və 3.5% komissiya ilə kripto göndərirəmsə 3.5% komissiya tutacaqlar və mənə gəlib çıxan artıq dollardan manata çevirəndə 1453 manat pul gəlib mənə çatacaq. Və bunun üçün mən 1453 manatı qazanmaq üçün nə çoxlu gün işləmişəm, nə də ki böyük bir summa ilə yatırım eləmişəm. Sadəcə olaraq 100 manata bir fon almışam. Sizə də çatdırmaq istədiyim odur ki, yəni belə bir fürsət, belə bir güclə gücə sahib ola bilər əslində trader. Tradingdə qaydalarımıza uyğun olsaq, özümüzün bioloji olaraq yaradılışımızı anlasaq və buna uyğun davranmağa başlasaq, plus stratejimizi maksimum dərəcədə obyektivləşdirsək və bunlara doğru şəkildə qüsursuz icra eləsək, əslində fürsətlərimiz çoxdur hazırki dövrdə. Yəni belə bir video çəkmək ehtiyacı duydum. Ona görə sizinlə çəkdim və bu şirkəti də deyim, arayırda tanıdaq. Bir günə keçmək olur. Bunu sevdim, məsələn, bir günə keçmək olur. Consistency qaydası var, amma bir günə keçmək olur. Necə? Sizdə buradakı consistency tapsirdən fərqli olaraq, yəni günbəgün deyil. Yəni günlük 40% keçmək kimi bir şey yoxdur. Burada işlem başına hesablanır. Yəni günün sonunda hədəfin nədirsə, onu bir günə yığa bilərsən, amma o hədəfə çatarkən tək əməliyyatda keçə bilmərsən hədəfi. Hədəfi çatarkən topladığın işlem saylarının, məsələn, 1500 dollardırsa hədəfin, həmin şey
açdığım bir işlem həmin gün, həmin fonda toplam hədəfin 40%-dən çox olmamalıdır. Məndə də bu 600 neçə dollar idi? 600 dollar idi. 600 dolları keçmədən işləmlər açdım ki, bir günə keçə bilim fonu. Və payout vurursansa da, payout vuranda qazandığın işləmlərin tək işləmdə məsələn 10.000 dollar qazanıb, payout basım, onda gün gözləyim, payout vuran varsa, niyə? Çünki consistency 40%-dir. Yəni sənin toplam profitivin 40%-in keçməməlidir tək işləmindəki qazancın. Məndəki də tək işləmdəki qazanclar heç biri toplam profitimin 40%-dən çox deyil. Belə. İndi 14 gün gözləyəcəm. 14 gün ərzində maksimum bir dənə əməliyyat açacam, bağlayacam. 14 günün sonunda bizə baxaq görək, bizə pulu verir yoxsa yox. Yoxsa bir bəhanə atacaqlar, yoxsa gizli qayda çıxardacaqlar. Ondan sonra artıq siz də qərar verib bu firmanı yoxlaya bilərsiniz. Və çalışacağam ki, bu fonu partlatmadan 500.000 dollara qədər ya da nə qədər gedə bilirəmsə o qədər aparım görüm nə qədər böyüdə biləcəm. Yəni profit etdikcə mənə balansın üstünə balans qoyacaqlar və bir yerdən sonra gəlir 500.000 dollara kimi çıxır. Belə uşaqlar, hər kəsə uğurlar. Yeni dərslərimiz zaten gələcək. Son zamanlar Instagramdan mənə entry ilə bağlı dərslər nə vaxt gələcək deyirsiniz. Bu ehtimal ki, Atas dərsi paylaşacaqdım keçən həftə, onu paylaşamadım. Onu paylaşandan sonra entry dərslər gələcək. Birinci templatlərin istifadə qaydasını göstərim, sonra ona uyğun şəkildə entry modelləri verəcəm.